Çinin yalnız ixrac üçün nəzərdə tutulan mükəmməl premium avtomobili Jayco J8-i bugün test edəcəm. Avtomobillə əvvəl də tanış idim, amma onun sükanı arxasına keçəndən sonra mükəmməlliyinə bir daha əmin oldum. Jayco markasının adına baxaq. Bu Alman-İngilis sözlərdir, Yagerovçu, pulu isə əla deməkdir. Və Jayco markası yalnız ixrac üçün nəzərdə tutulduğu üçün Çinin daxili bazarında satılmır. O, Avropa ölkələrində, Amerika ölkələrində satışa həyata keçirilir. İspaniyada, Britaniyada onu çox yaxşı tanıyırlar. Avropada satıldığı üçün Jayco öz modellərini Euro NCAP-a, yəni təhlükəsizlik crash testlərinə təqdim edir. Bu baxımdan da təhlükəsizliyi yüksək səviyyədədir. Jayco markasının Britaniyanın, ingilislərlə birbaşa əlaqəsi var. Belə ki, onların Land Rover markasına müştərək işləyirlər və bu avtomobilin platforması da Land Rover mühəndislərlə birgə hazırlanır. 30-dan çox ölkədə rəsmi olaraq satışa həyata keçirilən Jayco brendinin Azərbaycanda rəsmi nümayəndəsi iMotor şirkətdir. Babək prospekti 38A ünvanında onların satış showrumu yerləşir. Avtomobil kifayət qədər böyükdür. Onun 4820 mm uzunluğu var, amma görünüşdə daha böyük görünür. Clearance 200 mm-dən artıqdır. Tam ötürücüdür, plug-in hibriddir. Yəni texniki imkanlar mükəmməldir. 3 mühərriki var, 2 elektrik, 1 daxili yanma mühərriki. Həm ön oxda, həm də arxa oxda elektrik mühərriklər var. 1,5 litrlik turbo GDI mühərrik, Gasoline Direct Injection və 2 elektrik mühərrikidir və bu super hibrid sistemdir. Effektivlik həddən artıq çoxdur. Belə ki, mühəndislər onun istilik faydalı iş əmsalını 42%-ə çatdırıblar. Ümumilikdə hibrid aqreqatın maksimal gücü 460 at gücüdür. Torq 700 Nm çatdırıblar. Mühərrik bölümünü çox səliqəli yerləşdiriblər. İstilik, səs izolyasiyası hamısı qaydasındadır. Avtomobilin böyük radiator qəfəsi var. Bu ona samballı görkəm verir. Kapot böyükdür. Ümumiyyətlə, avtomobil real ölçülərindən daha böyük görünür. Park radarları aşağıda adaptiv cruise sisteminin radarıdır. Yuxarıda yenə kameralar, radarlar var. Onlar yol xəttlərini görür. Zolaqdan çıxma xəbərdarlığı, zolağa qaytarma sistemləri. Bunlar hamısı işləyir. Optika tam LED texnologiyadadır. Ağıllı işıq sistemidir. Təkər ölçüləri 245-50 R20 Michelin şinlərlə həm kameralar var, həm də yerə proyeksiya. İşıq salınır, qapı açılanda qaranlıqda o görünür. 360 dərəcə kamera, amma bu avtomobildə 540 dərəcədir. Belə ki, ön, arxa kameraları elə adaptasiya ediblər ki, avtomobil hərəkət etdikcə alt hissəsi şəffaf görünür. Arxaya doğru gəldikcə tavan əyilir, bu da ona idmansağı görkəm verir. Avtomobil 6 yerlidir, 3-cü sıra oturacaqlarda var. Komplektasiyadan asılı olaraq bu 7 və yaxud da 6 yerli ola bilər. Görək bagaj həcmi necədir. Bagaj qapısının açılma bucağını salondan tənzimləmək mümkündür. 3-cü sıra oturacaqlar açıqdırsa, burada çox kiçik həcm görünə bilər, amma onları qatladıqda həcm böyüyür. 12 voltluq, 120 wattlıq enerji yuvası. Spoiler stop siqnalının əlavəsi, stopları burada birləşdiriblər. All-wheel drive, yəni tam ötürücü, plug-in hibrid. O tərəfdə yanacaq çəninin qapağıdır. Burada isə enerji dolum yuvalarıdır. Avropa spesifikasiyası olduğu üçün burada Type 2, CCS 2 həm məişətdən, həm də sürətli dolum stansiyasından şarj etmə imkanı var. 34,5 kWh-lıq batareyalardır. 160 km məsafəni yalnız EV rejimində elektromobil kimi hərəkət etməyə batareyalar imkan verir. Jayco J8 plug-in hibridin interyeri isə bir başqa aləmdir və burada premiallıq daha çoxdur həm materiallardan, həm dizaynından və salonun tərtibatında Alman maşınlarının dizayn elementlərini görmək olur. Burada masaj funksiyası da var. Wireless şarj funksiyası və telefonlar aydın ki, sürətli şarj olan zaman qızır. Burada onun havalanması da var. Hərəkət rejimlərini dəyişdirən belə bir xrustal var. Bu audio sistemin səsini tənzimləyir. Kondisionerə sürətli müdaxilələr var. Küləyin birbaşa alın şüşəsinə vurulması. Hərəkət rejimlərini EV və yaxud da hibrid olaraq seçmək. Batareyalarda enerji var. 139 km yalnız batareyaların hesabına hərəkət edə bilər. 2 yaruslu burada sandıqça açılır. Onun da havalanması var. Buradakı sandıqçada tap eləyib düşmür. Onun stopunu qoyublar. Materiallar çox premiumdur. Burada nappaya bənzər yumşaq materiallardan istifadə ediblər. Ağac teksturası var. Ambiyans işıqlanma bütün salonda axşam vaxtı o görünəcək. Qapının açılması üçün burada düymə var və əgər qapını açıb salonu tərk edəcəksinizsə, avtomatik əgər telefon yaddan çıxırsa onun xəbərdarlığı veriləcək. Sürətlər qutusunun dəstəyini hündür mərkəzi konsola qoymayıblar, sükanda qoyublar. Sürətlər qutusu isə
3 pilləli DHT-dir. Yəni güc paylama mexanizmi. Onun 3 pilləli olması da həm yanacaq qənaəti baxımından əlverişlidir, həm yüksək sürətləri çox yaxşı yığır. Yəni 3 pilləli DHT hibrid avtomobillərin bir növ üstünlüyüdür və çox tətbiq olunmur. Yalnız premium avtomobillərdə tətbiq olunan bir sistemdir. Sükanda sürücünün yorğunluğuna nəzarət edən sensorlar, kamera qoyublar. Hərəkət zamanı o xəbərdar edir. Əgər diqqəti oradan ayırırsınızsa, telefona baxırsınızsa, yatırsınızsa. Burada head-up display yerləşdirilib. Çox dəqiq kontrastla informasiyaları ötürür. Akustik sistem bahalı Sony audio sistemidir. 14 dinamiklə. Hətta burada baş altlıqlarında da içəridə dinamiklər yerləşdirilib və premiumluğun daha bir göstəricisi interyerdə küyün boğulması sistemi var. Yəni dinamiklərə əks fazada küyün boğulması üçün rəqslər verilir, titrəyişlər və salon həmişə səssiz qalır. Şüşələr öndə 2 qatdır. Bu da səs izolyasiyasını daha yaxşılaşdırır və hərəkət rejimlərini dəyişdirə bilərik. Standart, sport, rejim sport, qar rejimi, rejim снег, qum rejimi, rejim песок, tam ötürücü rejim 4x4, 4x4 rejimi, rejim efe, eko rejimi. Eko rejimində avtomobilin rekuperasiyası hibrid sistemdə daha aqressiv gedir və onu dinamika zamanı hiss edirsən. Burada ikili böyük displeylər qoyublar. Biri təbii ki, rəqəmsal cihazlar panelidir. Orada sürücüyə lazım olan bütün informasiyaları tapmaq mümkündür. Təkərdəki təzyiqlər, taxometr göstəriciləri, müxtəlif rejimlərdə ehtiyat gediş. Bu displeydə isə bütün idarəetmə funksiyaları yerləşdirilib. Enerji ilə bağlı informasiyalar burada görə bilirik. Rekuperasiya intensivliyi hal-hazırda ortadır. Aşağı rekuperasiyada avtomobil daha tez enerjini geri qaytarır. Burada səsli komandaların verilməsi var. Hibrid, EV və yaxud da EV Plus rejimlərində avtomobili idarə etmək olar. Ondan başqa Eco Standard Sport, qar, qum və 4x4 rejimləri də var. Burada avtomobilin sükan tənzimlənməsi, yəni sükan gücləndiricisinin komfort seçilməsi, oturacaqların komfortlu, bagaj qapısının hündürlüyünün tənzimlənməsi və bir çox xəbərdarlıqlar var. Smartfon yaddan çıxıb qalırsa onun xəbərdarlığı, qoşqu rejimi, askı sisteminin hərəkət rejimlərindən asılı olaraq avtomatik dəyişməsi var. Sürücü asistentləri, aktiv cruise kontrol sönülü olarsa onun xəbərdarlığı, ümumiyyətlə təhlükəsizliyi ilə bağlı bir çox xəbərdarlıqlar var ki, qəza baş verməsin, sürət həddinin aşılması, toqquşmadan yayınma sistemi, aktiv təhlükəsizlik sistemləri burada kifayət qədər geniş menyudadır. Ekstremal zolaqda saxlama, qapıların açıq olması xəbərdarlığı, zolaqda saxlama sistemi, avtomatik ekstremal tormozlama sistemi, komfortlu tormozlama, əyləc pedalına gücün verilməsi, yəni sürmə rejimindən asılı olaraq onu da tənzimləmək olar. Arxadan toqquşma xəbərdarlığı, faraların hündürlüyünün tənzimlənməsi, head-up displeyin tənzimlənməsi, komfortla bağlı oturacaqların vəziyyətini tənzimləyə bilərsiniz. Hətta burada yuxu rejiminə onu qoymaq olar. Güzgülərin tənzimləməsi, təhlükəsizlik kəməri, masaj funksiyası, sürücünün, sərnişinin, ikinci sıradakı sərnişinlərin oturacaqlarının masaj funksiyası var. Və burada çoxlu belə variantlar var ki, masajı bir vəziyyətdə yox, bir neçə vəziyyətdə edə bilərsiniz. Dalğavari, standart, relaks və s. və axır. Həmçinin masaj bərk olsun, orta olsun, incə masaj olsun, bunları seçmək olar. Klimat kontrol sistemi. Oturacaqlar həm isidilir, həm havalandırılır. Burada ionizasiya funksiyası da var. Bunu qoşduqda havanın təmizlənməsi başlayır. Deyir ki, bütün şüşələri, pəncərələri, qapıları bağlayın. Alt hissədə bir boşluq var. Bura əşyaları da qoymaq olar. Həmçinin Type-C, A portları. O cümlədən burada bir ətir yerləri var. Xüsusi flakonlarda siz ətirləri ora qoyub işlədə bilərsiniz.
Android Auto, Apple CarPlay, telefon, foto, video, registrator var burada. Deməli, əlavə video registrator qoşmağa ehtiyac yoxdur. Siz onu yaddaş kartı qoyularsa, yadda da saxlaya bilərsiniz. Əla funksiyadır. Kameraların görüntüləri çox mükəmməl. 3D variantda da baxmaq olar. Arxa ikinci sırada 2 nəfərlik olduğu üçün bura çox geniş, rahatdır, komfortludur. Oturacaqları istədiyiniz kimi tənzimləyə bilərsiniz. Hətta arxa oturacaqların da yaddaş funksiyaları var və onların da masaj funksiyası var burada. Masajı qoşa bilərik. Klimat arxaya uyğun tənzimlənə bilər. Oturacaqların isidilməsi, havalandırılması var. Perforasiyalı dərin oturacaqlardır. Və bu oturacaq həm də boss oturacağıdır. Qabaqdakı oturacağı özünüz istədiyiniz kimi tənzimləyə bilərsiniz. Onun qabağa belə buradakı düymələrlə çəkilməsi var. Yəni tam uzanmağa geniş yer əmələ gələcək. Üçüncü sıra isə daha çox uşaqlar üçündür. Jayco J8-in sükanı arxasında sürücü özünü çox rahat, arxayın, komfortlu hiss eləyir. İşıq dönmə siqnalı hara vurulubsa kamera avtomatik aşağı sürətlərdə təbii ki o hissəni göstərir. Tam ötürücülüdür. Arxa oxda da elektrik mühərriki var və arxa oxdakı elektrik mühərrikinin gücü ön oxdakından daha çoxdur və ümumilikdə güc paylanmasını oxlar arasında mükəmməl ediblər. Bunu sürücü hiss edir. Yəni bu avtomobil həm asfaltda, şəhərdə, həm də yolsuzluqda imkanları var. Amortizatorlar CDC amortizatorlardır. Belə ki, orada elektromagnet klapanlar yağın vurulmasını, miqdarını dəyişdirir və orada sərtliyi dəyişir. Hərəkət rejimlərində də onu seçmək mümkündür. Sərtliyi dəyişdirilən amortizatorlardan avtomobilin askısı çox komfortludur, rahatdır və ümumilikdə öndə, arxada müstəqil askı sistemi istifadə olunub. 5,4 saniyə 100 sürətini yığa bilir. Mən indi təbii ki 100 sürətinə çatdırmayacağım, amma onu hiss edirsən. Hal-hazırda ancaq EV rejimində hərəkət edirik və EV rejimində sportu hiss eləmək olur. Hibrid olaraq da bu avtomobilin super hibrid sistemi çox qənaətçildir. Səs izolyasiyası mükəmməldir. Avtomobillərin, ümumiyyətlə təkərlərin, küləyin səsi salona daxil olunur. Sürmə rejimindən asılı olaraq təbii ki yanacaq sərfiyyatı dəyişə bilər, amma orta yanacaq sərfiyyatı 6,8 litr göstərilir. İndi biz EV rejimində getdiyimiz üçün ümumiyyətlə yanacaq sərf eləmirik. Привет, Jayco. Я слушаю. Открой водительское окно. Хорошо. Söz başa düşür. Закрой окно. Хорошо. Включи кондиционер. Kondisioner qoşuldu. Masaj funksiyasında qoşuram və masaj başlayır. Rejimləri monitordan da, buradan da dəyişə bilərsiniz. Jayco J8 texniki olaraq mükəmməldir, amma daha bir üstünlüyü odur ki, rəsmi nümayəndə ona 7 il, 200 min kilometr zəmanət verir.